Yəni həyat oxuma ilə bağlıdır, oxuduqlarını tətbiq etməklə bağlıdır. Yəni sən öyrəndiyi yer tətbiq edirsən. Biz nə qədər bizim problemimiz nədir? Tətbiq etməklə bağlıdır. Biz oxuduqlarımızı da tətbiq edirik. Sizin üstünlüyünüz nədir? Oxuduqlarınızı da tətbiq edirsiniz. Ölkəmizdə. Qal orada, başın orada, işləri orada, ünsiyyət orada, hər şey orada. Düşüncə olaraq sizdə nə dəyişir? Məndə də tam Dəyişir. Mən bura gələn çox fərqli. Amma buran gəlməyince görürəm. Yaxşıya tərəf dəyişir, yaxşıya tərəf dəyişir. Əsas o. Biz problemləri daha çox görürük deyə, köklənir və o problemlər bizi qorxudur. Məsələn, sən problemlə heç seni qasa bilmirsən, sən onunla öz düzlüyü gəlməlisən. Sən sadəcə olaraq güclü olmalısan ki, onu həll edə bilərsən, öhdəsindən gəlirsən.